Salamlar. Necəsiz? Bu günləri bu formada başladıq. Əslində bu köhnə bir videodur. Sadəcə telefonumda qaldığı üçün, sizinlə paylaşmadığım üçün dedim qoy bunu da belə görəsiz və belə başlayaq. Xeyirli, uğurlu. Görürüz, xeyirli, uğurlu olsun inşallah Allahın köməkliyi ilə. Necəsiz? Mən yaxşı. Biz yaxşı, siz inşallah yaxşı olasınız. Allah hamının canını sağ və Allah hamını bütün arzularına çatdırsın. Yaxşı niyyətli arzulara inşallah Allahın köməkliyi ilə. Və biz bu günlər heç bilmirik nə edəcəyik və 2 günün vlogunu paylaşmaq istəyirəm sizinlə. Əgər hələ də abunə deyilsə, abunə olub, like atıb, yorum yazmağı da unutmursunuz. Bu biraz qarışıq vlog olacaq. Hər bir mövzuda olacaq. İnşallah xoşunuza gələr. Xeyirli izləmələr. Haydi. Qızlar baxın. Dünənləri, dünən yoxsa sıray gün. Sıray gün. Bir dənə cücür işlədi ayağımı və bu günə cücünün əhatə dairəsi. Görün nə boyda şişdi. Zəhərli cücülər var. Çox ehtiyatlı olun. Dünən yadımdan çıxdı. Skoç vuranda çox tez çəkirdi. Mənim yadımdan çıxdı, vurmadım səhnəkarlığımda, amma görürsüz əhatəsini. Bu günləri səhər-səhər 2-ci partiyanın maşınına qoşmuşam. 1-ci partiya baduşkamı yudum, göstərəcəm sizə. 2-ci partiyada paltarlardır. Bunlar da yusum. 20 dəqiqəsi qalıb. 20 dəqiqədən sonra aparıb sərəcəm. Digərini də sizinlə paylaşacağım. Yəni yuduğum baduşkanı. Paltarları yumuşam, tərtəmizdir. Bu günləri ağları yumuşam. Hətta içəri zivələrdə də var. 3 zivə ağları yumuşam. Qızlar, deməli kələm dolması eləyirəm. Və kələmi axşamdan pörtlədib qoydum xaladelnikə. İndi burada dəzgahlarım, alətlərim buradadır. Bunu mən öncə hazırlayıb qoyacağım. Ondan sonra dolmaya keçəcəm. Qızlar, bayaq kələmi görmüşdünüz. Telefon zaryadkadadır. Deməli, kələmi belə lay-lay ayırıram. Hissə bükülməli vəziyyətinə gətirirəm. Və burada hələ hazır təmizləməmişəm, düzəltməmişəm. Və belə kələmlə bu kənarlar ki var, bərk yerləri, bunları atxot deyirlər. Çox adam atır, mən atmıram. Və bu formada doğrayıram. Baxın. Heç birini atmıram. Bu formada doğrayandan sonra da ya qovurma eləyirəm, ya borşa saxlayıram, ya marozilkada buzxananın gözündə rahat şəkildə 1 ilə qədər rahat saxlaya bilərsiniz. Heç bir problemi olmur. Mən öncədən hazırlayıram, qoyuram gördüyünüz kimi və başlayıram burada dolmaları büküm. Bu arada da Yağmurla orada söhbət edirdim, üstündən səs yazma elədim. Yağmura deyirəm, əlvə əstirmə və yaxud da ki, çox yaxından çəkmə. Çəkilişi biraz yuxarıdan elə ki, mən əlimə hərəkət elətdirim. Uşaq da bezir. Ana, bu əylən tripodlardan alsaydın, qılçası əyri deyir həmişə o tripodlara. Ondan da alsaydın, bizim də canımız qutarardı sənin əlin. Neyse kızlar, inanırsınız daha uşaqları bezdirmişəm. Ayaqüstü tripod aldım, əl tripodu aldım. Sonra stol üstü, masa üstü telefon tutacaqları aldım. Amma bu qılçası əyri tripod almamışam. İnşallah alaram. Bu da dolmamın sonu. Göz haqqınıza halal edin. Apar, bizim qapıya tərəf apar. Apar. Topun içiyle aparma, qıraqla apar. Ama. Bir də mənə dəyməsin. Telefona görə deyirəm. Ne? Mən niyə metqalısan bala? Telefon gələcəkdi. Ya çok maraqlıdır bunların tadına bak. Hadi. Kızlar hadi.
koymuşam en üstte. Ana bak ne geçen yiyor. Ne bu bir şey de sen hoşçaydı böyle geldi. Sardı ama. Sizin bir şeydi. Ya məhlə bir şeydir. Bu sahardan gəlib, balın qabağından gəlib. Görmüştü yani bizim. Ya. Şey balın devamlı. Dərini. İki de kapsaydı. Ha. Yo yo, özüm çək, yuxarıdan çək. Ne? Bu qalsın xalada gəlib içirlər. Onu da ver. Benim de elimden. Ne indirsən? Ha? Gülaya dirəşiblər ki, vuracaqlar. Deyirəm, hayf deyil belə oyunlar, məhli oyunlar. Kızlar yuxarıdadır da, yuxarıda görün. 1 2 de uje 3 4 5 6 7 8 Qadan gəlsən Ruslan. Arkaya Ruslan. 10 Ayda. Son bir kalmıştı. Niye bilərsən içeride ancak? Kim? Tunar Hanı. Tunar senden büyük nasıl? Yandın. Salamlar, necəsiz? Bugün gedirik, inansız. Saçımı yumuşam, yaş elə də çıxmışam. Gedirik bazarlığa. Bravoya gedirik. Əvvəl Rosmana getməliyəm. Rosmandan bir iki şey var ki, onları almalıyam. Ondan sonra da getməliyəm bazarlığa. Vəli də məni gözləyir qabaqda. İnanın siz necə istədirsə SPF-də sürtmüşəm. SPF-im də qutarıb bu arada, az qalıb. Gem görüm başqa nəsə bir SPF varmı götürüm. İnşallah. Gəldik Rosmana, Olivia'ya girdik. Olivia'da istədiyim yox idi. İndi Rosmana gəlmişəm. Görək. Burada istədiyimi tapa biləcəmmi? Bioderman al burada. Qiymətləri Biodermanın. Mən işlətdiyim kremlər. Baxın, nemləndirici kremləri. Ama çok qəşəng. Kızlar, görün nə tapmışam kofe makinesi. Qiymətləri, bax bunun qiyməti 900 manatdır. Bununki 800 manat. Yəni o qəpik kuruşlar hesablamıram. Bu 1100 manatdır. Bu 1300 manatdır. Sonra bu 1600. Bax bundan 1600'dür. Ay Allah, ürəyim gedir də. Bu da kofe pişirənlərdir ha. Divanlara baxın. Oh. Gəlmişik indi də Bravo'ya. Menüsü var. Al bilet az. Al bilet sakla gelip şeyden bakın gelin. Yetişim öden işler falan.
səhər tezəndən evdən çıxandan hələ bravo indi gəlib çıxmışıq. Olivia'ya girdim. Olivia'da mən istədiyim SPF yox idi. Rosmana girdim. Orada da istədiyim SPF olmadığı üçün Vəli də diş pastaları fikirləşirdi. Onu da almadıq. İndi gəlmişik burada əslində var Olivia. İndi burada baxacağım. Bravo'nun içində var. Bir də baxaq görək Rosman var mı burada? Yox deyir Rosman. Yoxdur, yoxdur. Nasılsın kızlar? Gəlmişəm, Bravo'dayam. Alışveriş edək, görək. Əsas da toyuq məhsulları üçün gəldik bura. Bu arada salamlar. Salamlar. Vəli salamlaşmamışdı, dedim o da salamlaşsın. Neyse kızlar, gedək alışverişimizə. Bunun yerinde. Bakarsan arkaya geçelim. Arkada qalıb, hə. Qarğıdal, günə baxan, qarğıdal orada. Yo, günə baxandır. Üstünde şey var da, senin çıxış et. İndirimde bir gün vardı. Onsa qutarıb ev. Qarğıdalın final orada var. Final istəmirəm. Bir 30 şeyler. Şey alacağım, Vesavoy. Yağmur keçən sədiyə ana Vesavoylar elə qəşəng çıxdı. Leviye 1.90 daha sonra. Günü-gündən də qiymətlər qalxır, dəhşət qalxır ha. Əvvəl mən bura həvəslə gəlirdim. Burada makaronlar sərf eləyirdi, rahat idi, alırdıq, çeşid çoxdu, boldu. İndi bravo ot qiymətindədir. Şeydən, Ballıdan Savoylar var. Gəl. Elə qiymət istəmirəm. Ve Savoy alaram bu kişi. Tamam. Bir de. Bir kilo, yok bir kilo verərsiniz. Başka? O tepeye koy bir tane oraya bakar. Bir de var. Telefonu. 280. Ha, götür. Bu 350 yoktur. 2 bundan götürsen 280. Diyelim ki bu kalbasadan 2 götürsem indirimleri kullanırız. 5-80 eləyir şeyə, nədir qram olaraq. Bu isə 358 manatadır. Bu amma 8-9 civarındadır, amma çəkisi çox olacaq. Yanı bu sərf Nə bilim? 10 manat eləyə dedim onun içinə. Hə. Götürdüm. Hə. Həmişə kalbasa alanı mən belə yoxlayıram, baxın. Yumuşaqdırsa okey. 1 2 Çok fırıyla ben de şimdi. El kalası. Olacak. Kamasında. Necədir? O da ye. Geldik buradaki Olivia'ya. SPF'leri aktaracağım. Böyle SPF'leri harcadık. Bu arada da inansız üzme gözüme hiç ne çekmemişim. Onu bir daha sakla. Üzme gözüme hiç ne çekmemişim. Sadece SPF çekip çıkmışım. SPF'leri hanımız bunlara. Baduşkanın biri də buradadır. İkisini eləmiş. Əslində bu boş idi bu baduşka. Saxla. Ha. Əslində bu baduşka boş idi. Bunu kurtkalardan bilirsiniz ki, sintifonlar çıxartmışdı qaynanam, sökmüşdü içalatına. 2 kurtkanın sintifonunu və bu baduşkanı qəşəngcənə baxın. Görürsüz ya, baxın. Görürsüz necə bərk. İkisini bir yerdə, həm özünkü, həm də kurtkalardan çıxan sintifonu bir yekə, möhkəm, bərk bir baduşka elədi. Və sizi də belə deyək də məsləhət görürəm bunu eləmək. Deməli qızlar, yuduq, qurutduq. Bismillah. Qorxdum. Sonra buna bax, yenə tullanır. Dəli pişədir, ağıllı pişəm. Nəysə, bunu hazırladıq. Qaynanam başını tikdik, doldurdum, elədim. İndi hər şeyin insan süfrəsini, təzəsini, ləzzətini, dadlı yerini balasına verəm. Mən dedim ki, istəyirsənsə götür. Dedi, hə, ana istəyirəm. İndi üzünü keçir düzünə. 2 dənə özdə. Baxarsan da yata bilsən baxarsan.
Keçirə bilərsən? Bunun yerinə hələ dəyişmə ki, bu yetim özünü tutsun. Ondan sonra çox sağından solundan hələ vurma. Qoy otursunlar yəni. Bunu necə salırlarsa göstərəm. Yox, yandan hə düzdür. Düzdür, hə? Hə, o şey enli baduşkanın əslində mitilidir. Hı, çəkirəm də. Yox, sən onu bağla. Boy, o nə tər olur? Tərsən elə də. Güya bu eləyir də, güya bu qız eləyir. Mən necə eləyim içəridə? 2 nəfər lazımdır. Yox elə. Gəl. Yaxşı. Baxın. Deməli, üzün tərsidir. Ən rahat versiyası. Bu 70'in 70'i olan baduşka üzüdür. Əslində bu baduşka isə 50'nin 70'ədir. Mənə bunu əgər 70'in 50'nin 70'ə baduşkanız yoxdursa, 50'nin 70'ə, hə, baduşka üzünüz yoxdursa, 70'in 70'ə olan baduşkanı baxın bu formada elindən çəkib salırsan, sonra da bunu baxın bu içərisinə soxursuz. içərisinə salıb və su. Qəşəng mübarəksin. Messi də buradaydı gördüm. Bunların futbolu olan həvəsi. Gördüm olacaq. Mən Argentina tutmuşam. Bunlar o birisi hansı idi? Şu var. İspanya. İspanya. Messi'nin yaşı var. 40 yaşı var da. Ronaldo muydu? Yo, hə Ronaldo idi. Ronaldo 41 yaşı. Neyse, Vəli biraz baxdı. Reklama çıxan kimi getdi yatmağa. İkisinden yaşı oldu. Bunlar bu həvəsə bax bunlar. Cəmatın yaşına qoyacaq. Necə girmiyor? Bu bizimki. Qızlar, yadınıza düşür, dayılarla oturub futbola baxırdınız. Yadıma düşür. Özü babagilin evində. Çok şiir bu. Şimdi yazmış. Oturub balaca vaxtda bu belə dayılarının sağda solda bir dayısı, bunlar da ortada əyləşib oturub futbola baxırdılar. Neydi ya? 12 il 10 il deyək də keçib üstündən. Ha, 12. Keçsə də üstündən hələ bunlar futbola baxırlar. Vermək olardı. Bunlar da futbol həvəsi hardandır. Argentina. Düz deyirəm ama. Nə deyirsə? Bu şeydir. Neydi bura? Buralar nədir bu? Arena. Ne diye bu? Hə, arena, futbol arenası. Arena kirayədir. Arena, futbol meydançası. Stadion. Ha, deyirəm bu stadionda streket konseri də vermək olardı. Bu şey. Bu da elə streket görür hər yerdə. Nə deyəcəkdi? Futbolçular niyə bilmiyorum? 1 saat Mesela 10 dəqiqədir uje. bütün futbolcular böyle Hələ də bir dənə qol vurmayıblar. Nə gündəsiz eşitməsinlər. məsələ. Neyse qızlar, uşaqlar burada şor, kalbasa, bir də lavaş gətirirlər ki, ana. Kim kazanmıyor? Futbol da kazanamıyor işte. Bizə lavaş arası nəsə bir şey ver, atışdıraq. İspanya Portugalyanı uttu. Ronaldo kazanamıyor işte ağlıyor diye. Onun için ağlamır diye, qatılamayacaq diye ağlıyordu. Ne? Ne olacak oyunlara?